Nə bilmir valla. Mənim yaxşı qohumum əqrabam elə deyil. Adam üstündə Allah var. Mənim qohum əqrabam hamısı istiqanlıdırlar. Bir-birinə kömək eləyəndilər, bir-birinə dayaq durandılar. Nə oldu? Heç nə əməliyyata götürdülər də uşaqlar. Yüzler çok sağ ol. Allah. Asiye teşekkür ederim. Ne kadar bazı sabah əməliyyat olsa sabah qalacaq. Bir gün qalacaq, o bir gün gedib gətirəcəyik. Eldəniz də gəldi. Eldəniz də ikimiz də getmişdik. Bir getdik, bir gəldik. Babaşı qoyduq, analizdən keçdik, ödənişi. Başımıza on gəldi. Pul gedib çıxardana kimi. Və Gəncə Mərkəzi Klinik Xəstəxana. Yanına heç kəsi buraxmırlar. Yoxsa heç qalmağa da dedik, eminlə qalaq dedilər, yox. Burada hər şeyin özümüz eləyəcəyik. Yeməyə də, içməyə də qulluğudur. Amin. Tuyuqlarına biz baxırıq. Səhər yeməyin vermişəm. İndi də deyib, Vəfa gedib verib. Dedim, Vəfa axşamda ver, sabah da ver. Çünki mən banka dəyməliyəm. Gedim bankada şeyliyim, nədir, kartın blokatçılığını çıxardım, gələcəm. Puldandır. Pulsuz əməliyyat var. Çox bahadır özdə, çox bahadır əməliyyat. Dedi ki, gedin, şeyliyin, Bərdədə sığorta alın. Gərək sığorta alanda öz yaşadığın, propiska olduğun yerdən sığorta alasan, ondan sonra gedəsən şeyə, hara gedirsənsə. Sığortayla eləyir, dedi, sığortanı 1500 manat eləyir. Şey qoyulur, nədir, implant da qoyurlar. Amma hər Ramiz həkim, bir yaxşı həkimdir. Ay, Bakı, Şəki, nə fərqi var? Şey olmalıdır. Öz Bakıya da geçsəydi deyəcəkdilər ki, get Bərdədə sığorta olun, sonra gəlin. Ay, valla o maksı saxlayır, havayı saxlayır. Sənin ferman yox, nə bilim, neyinirsən o maksı? Çox yemək yiyir, cəmaat. Bax, əqqavın orada soyunulası deyil, əqqavını cırıq-cırıq eləyir. Bax, təzə kofta giymişdim. Koftamı bax, hoppanır üstümdə dırnaqları ilə tiftiklənibdi koftamı. Emin yazıq o gün 55 manata şey almışdı. Dünənlərim Eminin şəpini cırıqladı, qoydu ora. Sən Allah. Ayağı düşmədi, yox, ürəyim. O yalan söhbət, o xurafatdır. Falan şeyin düşəri var, falan şeyin düşməzi var. Prosto ki, indi gərək şey eləyəsən. Dobermanım imkanlı adamlar saxlayır, onlar çox yiyir. Qoruyucudular, yaxşıdılar. Dünənlərim qapı açıq qalıb, it qaçıb getmişdi. İncavıra Max dedim, qaça-qaça gəldi. Düşdüm, getib ki, küçəl itlərlə yığışıb bir yerə. İtlər cümuf üstünə heç birisinin gücü çatmır. Max dedim, qaça-qaça gəldi, özdə darvazanın ötədə tanıyır. Qapını açdım, girdi içəri. Həyanın düşər. Elə şey yoxdur, yalan söhbətdir. Yazıqdır iti pişiyi. Yox, itə pişiyə baxan var. Valla evdə pişik saxlayan ağlı yox. Kimsə mənə bir manat atdı. Çox sağ qadam, Allah başından döysün. Balaca iti də Vəfa apardı evinə. Pişik qaçır, itə baxma. Pişik tırmaşır oradan, buradan qaçıb gedir. Amma it qaçmır. Poyun apardı evinə. Kotində o birisi qonşu saxlayır. Bəs toyuqlar. Toyuqlar da səhər-səhər yedizdirdim, baboşuna gedəndə. Vəfa gedib verir, şeydir. Kartın hanı deyir, kartın burada. Deyir, burada. Emondan şey eləyir. Neysə də indi saxlayır da heyvan. Mən də xoşlayıram, heyvan pərəstəm. Amma da baxa biləcəyin qədər baxasan da o Doberman gündə 40 manatlıq yemək yiyir. Onu neyinirsən, ferman yox. Bir şeyin yönəyirsən onu. Lili evdədir. Yeməyin yer içir, uzanır ora. O qədər, nə bilim, xoşu gəlir də. Çox sağ ol, gizli zəkəm.
Emonda limit var. Yok, Emonun şeyi yoktur. Ona göre Emon koymuşam uşaqlar. Babuş xəstəxanadadır. Gəncədə mərkəzi klinik xəstəxanada. Yanına buraxmırlar dostlar. Allah kömək olsun. Amin inşallah. Kimsə bir manat atdı. Çox sağ ol qadınam. Allah başından tüysün. Emonda neçə göndərirlər? Emon bax girirsən kapitala, köçürmə var. Köçürməyə girəndə orada yazılır Emon. Emona göndərsən nömrəmi qoymuşam da ora. Emona girsən burada nömrəm var bax. Bax B-də yazılıbdır nömrəm. Onu yazdırsan pulu atsan gəlir. Emona gelir də karta gəlmir. Da istəsən oradan kartını atırsan. Hə bildim. Mərkəzi yoxsa be. Valla mərkəzi klinik xəstəxana beynəlxalq nə edib? Bilmədim axı mərkəzi klinik xəstəxana idi. Ramiz həkim hardadır orada? Nədən əməliyyat olur? Yırtığından. Yırtığı var. Xəbəriniz var əməliyyatını. Əməliyyat olunmuyub. Nə yırtığı? Şeydə disk yırtığı. Qrija. Yo olmuyub. Günlərim olmalıdır. Həkim deyir 90% əməliyyat olunacaq. Mən də bayaq biraz gəldim, yatdım. Zəng elədim duranda, gördüm götürmədi. Nə dedim, dedim həkimə götürmədi. Həkimə zəng elədim. Həkim dedi ki, sabaha qaldı. Sabahlarım saat 7-də kimsə bana pul atdı. Çox sağ qadınam, Allah başından töysün. Hə, deyir şey elədim. Danışdım, deyir sabahlarım 7-də. Da bilmədim, səhər 7-də, axşam 7. Siz də deyirsiniz səhər 7. Hə. Yo, yaxşı xəstəxanadır. Qəşəng stalovası da var. Belə qəşəng xidməti də gözəl göstərirlər. Adamın üstündə Allah var. Hə, özəl xəstəxanadır amma sığorta ilə deyirlər. Xidməti də gözəl. Gəncə, bəli. Niyə pul atan yoxdur? Çox adam Emondan ata bilmir də. Nə var Emondan pul atan? Mən də dünən bilmirdim. Deyir kimsə Emona pul atdı, düz deyir. Bax, girdin köçürməyə bir bankdan, köçürmə. Orada yazılır. Emon da var, görəsən. Emonu girirsən Emona, orada şey vardır. Mən nömrəmi qoymuşam, onu nömrəyə atırsan. Deyə, nömrəmi də qoymuşam bura. Prosto koda qoymuşam ki, amma mazən gələməsin heç kəs. Deyin 055 340 51 50. Onu girib atırsan, nə var ki? Emon yaxşıdır da, Emon işlədim. Çünki də kartlara limit qoyublar. Palatada yatırdı. Hə, palatada, dediği palatada hər şeyin özümüz nəzarət eləyəcəyik. Qızlar sevinirdi seçdiralar. Qızlar sevinirdi ki, mənim palatamdadır. Bütün günü baboşu görəcəm canlı. Dedim, hə, bax, deyirsiniz fanatınızam, beləyəm. İndi qulluq eləyin də. Qulluq eləyin, yazıqda heç kim yoxdur. Anası da sizsiz, bayısı da. Hə, qadanam, Gəncədə. Sığorta eləyə bilmədik. Çünki dedi, aparım Bərdiyə. Bu da yazıq zarıya gedib ora. İndi zarıya gəl bura. Balnisada millət. Onu gözlə. Özə heç kimə yerini vermir. Demir ki, elə bu acı xəstədir. Bunu tez qabağa salaq gitsin. Heç kimə inanc adam tumanın adam başına keçirdilər. Hə, da məcbur olduq, o da elə şey elədik. Yadınızda qalsın da Allah heç birinizə xəstəlik göstərməsin. Əgər əməliyyat olsanız nəsə bir şey, öz yaşadığınız, propisk olduğunuz yerdə sığorta olunun, sonra gedin. Nə ana tərəfinə, nə ata tərəfinə, heç kim yox idi. Heç kim. Sabahlarım 7-də əməliyyat olacaq. Amma 1500 verəcək. Hə, olsaydı 1500 manata eləyirdilər. İmplantsız 600 manatdır sığorta ilə. Sığortasız 1500 manat. İmplantla bir yerdə, sığorta ilə 25, sığortasız 3600 manat. Heç kim nəysə də gəlmədilər də, nağar onsuz da biz varıq da, eminlə mən oradaydım. Allah kömək olsun, yazıq bənə. Məfi bir manat çox sağ ol, yüzlər Allah başından töysün, öpürəm səni. Gəncə mərkəzi klinik xəstəxana. Nədən oldu? Şeydən, qrija, yırtıq deyəcəm, başa düşməyəcəkləri.
Grija, belində grija var idi 13 milli. Hələ sabah olacaq. Ay Allah, tez olsaydı gələrdi evində işində uzanardı. Nə çox bahadır məndə. Yazıq kimi pulu yoxdur, ev yıxıldı. Vallahi. Allah heç kim işini xəstəxanaya salmasın. İmplant ona görə lazımdır ki, bu adam tək adamdır. Bu gedir bazarlığında öz eləyir, toyuq cücəsini yedizdirir. Başa düşürsünüz? Bir var yanında yoldaş ola, bacısı ola, anası ola. Bu işini evdə tək adamdır. Bunun işini görən heç kim yoxdur. Yəni, indi biz gedib kömək eləməklə, o deyir qonşudan gələn öyün olmaz. İndi biz gedib bir dəfə, iki dəfə kömək eləyib. Həmişə də adam gedə bilmir axı. Mən Allah anamı xəstə qoyub gedirəm. Bax, yaxşı iş görə bilmir, evi yaxşı təmizləyə bilmir. Özüm eləyirəm evdə olanda. Bax, zibilləri aparıb atıram. Tuyuqları yedistirə bilmir elə yaxşıdır. İndi xəstə adamdır, ürəyə xəstə, təzyiqi, şəkəri, zobu, nə bilim, əlində ayağında ekseması. Ona necə atırlar? Tüyürkən girirsən şeyə, nədir? Girirsən kapitaldan da bir bankdan. Köçürmələrdə girirsən orada altda yazıları oxu, Emon da var. Emona basırsan, o yazdığım nömrəni qoyursan, atırsan. Bir-iki dəfə elə örgəşəsən. İmplant pisdir məfi. Niyə pisdir ki? Vallahi implant pis olsa elə bax olmaz. Əməliyyatı kartdan çıxartdıq. Kartdan çıxartdıq elə. Karta da bir zülümlə çıxartdıq. Bankomat işləmirdi. Da danışmışam da. Bədəni nə gözəl dayı məftiş. Həqqi. Gözünüz adını deyən görək. Nəzər götürən adamam. Yazıqdır, Allah kömək olsun. Hamınızı öpürəm, ay dostlar. Allah dua edin, yazıq heç kimi yoxdur. Heç kimi yoxdur, yazıqdır. İnsandır. Xoşunuza gəlməsəz də, bir adam var xoşuna gəlmir də babaş. Xoşuna gəlməsə də dua elə. Vallahi pis gün, çətin gün insan üçündür. Sənin üçün də ola bilər, mənim üçün də ola bilər. Hamımız üçün insan elə şeylərdən sığortalı deyil. Adam xəstə olanda ehtiyacı olur yaxınlarına. Neyse, kövrəlləmdir. Öpürəm sizi. Məni takip eləməyi unutmayın.